Bürclər həftəlik baxım olaraqdan 4 iyundan 11 iyun zamanlaması o ünsürləri Qoç şirox atanlardan yana həftəlik keçid. Qeyd edək ki 5 iyun Venera Buğa bürcündə, eyni planet, eyni məkan, eyni enerji aktivləşməsi, o cümlədən 9 iyunda Merkuri xərçəng, 10 iyunda Yupiter xərçəng bürcündə və bu da üçlü nəhəng planetin aktiv işıqları, hər bir zodiaka təsiri var. Baxaq görək sizə necə olacaqdır. Təbii ki, ən gözəli hər zaman söylərik. Takdiri ilahi. Qoçlar təməl daşları və təməl daşlarınızın da təkrardan öz təməllərində bərkiməsi. Əkdiyinizi biçəcəksiniz. Bu həftə sizə uğuru, bolluğu, şansı və gözəllikləri gətirirsə, bundan tam və maks istifadə edin deyəcəm. Çünki iş həyatı olaraq, şəxsi həyatınız olaraq, arzuladığınız niyyətlər olaraq, çiçəklənən dövr olaraq hər anlamda mükəmməllikdir və həftə sizə başdan sonacan ən gözəl şəkildə işıqlarını həm sizin öz üzərinizə, həm sizin sevdikləriniz və doğmalarınızın ətrafınıza gəlməsi, ümumiyyətlə ətrafınıza yaygınlaşması enerjisində özünü öncəlik edir. Maddi sahalarda düşündüyünüz o boşluq keçidləri artıq bitir. Qoçlar üçün yeni yolculuqlar başlayır. Qoçlar üçün passivlikdən tam aktivliyə keçidlər var. Hər anlamda yaş fərqi fərq etməz. Gənc, orta, yaşlı, xanım, bəy. Dominantlığınız öncəlikdir və bu dominantlıq da mədəni halınız nədirsə, yəni düşdüyünüz mühit olaraqdan sizi yeniliyə, şansa doğru özü-özündən qapıların açılması, işıqların aktivləşməsi. Tamam, nədən bu qədər gözəlliklər diyarı? Əlbəttə ki, ən gözəl takdir ilahi və burada aktiv sahalarda qoçlar üçün son 2 ay biraz yorucudur. Biraz dediyimiz cümlədə də zaten ailə bağlarında düşündüyü suallara cavab almaq adına təbii ki. Amma sizin üçün o məhəl qoymadığınız, səbr etdiyiniz nüanslar artıq öz barının bəhrəsini yetirəcəkdir. Davam edək şirlərdən yana. Şirlər, bu həftə siz mərkəzdə olacaqsınız. Bu həftə həqiqətən də aslan qadını, aslan bəyi olduğunuzu göstərəcəksiniz. Çünki günəşin qalbindəsiniz, yaxşı mənada işıqlarınız bol-bol, enerjiləriniz aktiv və deyərdim ki, ətrafınıza o qədər gözəl situasiyalar olacaqdır ki, həm yeni tanışlıqlar, yeni tanışlıqda qazanacağınız rəfiqə, dost ortamı, hətta ikili münasibətdə platonik enerjilərin öncəliyi, ikili ilişkinin ciddiyyətə yol alması öncəlikləri, hər gedişat mükəmməldir. Sadəcə birazcıq qəlblərini bilərəkdən qırdığınız qohumluq əlaqəsi və dost tanış əhatəsi adına bacardığınız qədər yol və limitlərinizi aktivləşdirin ki, gönül alma konularına diqqət edin. Ruzi bolluq adına da mükəmməldir. Həftə deyərdim ki, aktiv maddiyyatın gəlişi sizə bir təbəqələşmə deyil, bir neçə istiqamət olaraqdan öncəlik alır və burada bir də qohumluq əlaqələri adına qurulan körpülərdə xanım bəy tanışma yolculuqlarınız, şir buna şahidlik edəcəksiniz. Şirlər daha doğrusu xanım bəy fərq etməz. Qohumluq əlaqəsindən evlilik adına nisbətlər, ciddiyyətə doğru nisbətlər alanlar qohumluq enerjilərinin üst planlaması, yəni öncəliyi və verilən qərarlarla mükəmməliyə doğru yol alırsınız. Və həftəni deyərdim ki, sakit axında və çox mənalı axında öncəlik alacaqsınız. Keçid edək oxatanlara. Oxatanlar, hər gedişatı izləyirsiniz. Bir lupa gərəkmir ki, mən gedişatlara daha dərindən baxım və daha da seçici davranım. Mən elə bunu biz çıxmasın 100 metrdən də o gedişat olaraq izləsəm, bilirəm ki, orada baş verənlər, ümumiyyətlə həyatımda baş verənlər, ətrafımda baş verənlər nədirsə, mən onu öz sezgilərimlə qazana bilirəm. Ona görə də ehtiyat edəcəksiniz ətrafınız bu həftə sizdən. Maddi bonusların aktivliyi olaraqdan, danışıq keçidləri olaraqdan çox gözəl zövq alacağınız nüanslar var. Xanımlar, tənhalıq enerjisində gördüm sizi, xanımları, amma bu həftə özünüz öz dünyanızı rəngləndirəcəksiniz və çoxdandır fürsət vermədiyiniz insan tipajları olaraqdan öncəlik alacaqsınız ki, denəməyə dəyər. Denəməyə dəyər dediyiniz cümlələri isə deyərdim ki, sizi başqa bir mühitə, başqa bir şəhərə, başqa bir yolculuqlara da aparmaq adına, daha doğrusu istiqamətləndirmək adına mükəmməldir. Həftənin ilkin pilləsində maddiyyatın aktuallığı, həftənin orta pilləsində isə artıq gərəkən nüanslarda sevgi, duyğusallıq dalğalarımı yeniləmək deyib də artıq həftənin sonunda bilirsiniz necə uyku rejiminə keçəcəksiniz, yaxşı mənada deyirəm. Tam susqun, tam sakit artıq bacara bildiyim qədər istiqamətimi ala bildiyim qədər öncəlikdəyəm. Bəyəfəndi oxatanlardan bəhs edəsi olsaq, gözünü su içməyən məsələlər var ki, həftə daxilində qabaracaq, amma siz öz xeyrinizə doğru qaçacaqsınız. Həm maddi potensiallar, həm də sizin qardlarınızı düşürməyəcək, özünüzü qorunmaya alacağınız nüanslar var ki, danışıq söhbət iş həyatında yenilənir. Ətrafınızda
doğmalar adına, ümumiyyətlə güvəndiyiniz insanların gəlib də topluluq nisbətində edəcəyi söhbətlər keçidində belə özünüz yaxşı mənada sudan quru çıxaracaqsınız. Nədən? Çünki istəmirsiniz ki, manipulyasiyaya gələsiniz, istəmirsiniz ki, hədəfdə bəli, sizsiniz deyilən bir cümlə alınsın. Çünki burada suistimallər var. Qazanc adına, iş həyatı adına, şərikli iş həyatı adına ki, hə, bir köməkdarlıq nisbəti. Əslində, o xatanlar birinci özünün stimullarını qoruyacaq həftə daxilinə. Ondan sonra artıq kim istərsə gəlsin, bir öncəlik alaq, fikir yönü olaraq, keçid olaraq. Əlbəttə ki, ən gözəl takdir ilahi. Bu gedişatları sizdən uman insanlar o xatanları öz başına gəlmirlər. Verdiyiniz sözü tutmağınız lazım. Zaten sözümü əsla yanlış anlamayın. Çünki yenə deyirəm, hədəfdə yönələn çizgilər budur. Sevgi həftəsidirmi? Deyərdim ki, bəli. Amma yenə də siz bu sevgidən nasıl derlər, geri çəkiləcəksiniz. Bu o qədər də sizin üçün öncəlik daşımayacaqdır. Gəldim yenə mərkəzləşim, yox. Qoy qıraqda qalım, kənarda qalım, tənhalıqda qalım. Bilərəkdən partnyoru qıcıqlandırmalar durumu var. Xanım, bəy fərq etməz o xatanlar. Diqqət edin buna. İstəyirsiniz ki, əslində bütün gedişatlar öz zərurətini, öz belə deyim də sizə satirik, yəni zarafatçıl enerjilərinizi göstərməyə çalışırsınız, amma bunu əks qarşılayan partnyorlara da diqqət edin deyəcəm. Uğurlar hər birinizə. Uğurlu həftədir, dəyərləndirin.